Herkese salam dostlar. Gəlin bugün sizinlə Versal sülh müqaviləsi haqqında danışaq. Bildiyimiz kimi 1914 və 18-ci illərdə 1-ci Dünya müharibəsi zamanı dünyanın yenidən bölüşdürülməsi uğrunda və yeni ərazilər ələ keçirmək uğrunda başlayan bu müharibələr Versal sülh müqaviləsinə gətirib çıxartmışdı. 1-ci Dünya müharibəsinin yekunları olan Versal sülh müqaviləsi 28 iyun 1919-cu illərdə Fransada Versalın güzgülü salonunda imzalanmışdı. Almanya ilk zamanlar bu müqavilənin şərtləri ilə razılaşmasa da yeni müharibə riskini gözə alaraq məcburən qəbul etməli olmuşdu. Eyni zamanda Versal sülhünün əsas sütunları var idi ki, hansı ki sərhəd məsələləri bir neçə ərazilərin, müstəmləkələrin, Avropadakı kütləvi ərazilərin itkilərinə səbəb olmuş, hərbi şərtlər bildiyimiz kimi Almanya məğlub dövlət olaraq çıxdığı üçün müəyyən hərbi şərtlər həyata keçirməli, silahlı qüvvələri və hərbi sənayesi ixtisar edilməli idi. Təzminat və təqsir məsələləri Almanya təqsirkar dövlət elan edilmişdi. Bütün müharibənin taleyini öz üzərinə götürmüşdü və maliyyə yükünü də Almanyanın üzərinə qoyulmuşdu. Qərb sərhədlərinin parçalanması. Almaniyada dedik ki, ərazi itkiləri olmuşdu ki, qərbdən, şərqdən və eyni zamanda müəyyən bölgələrdə itkilər həyata keçirilmişdi ki, müstəmləkələr də buna daxil idi. Qərb sərhədlərindən 1871-ci illərdə Frankfurt müqaviləsində itirilmiş Elzas və Lotaringiya vilayətləri artıq Fransaya qaytarılmışdı. 1871-ci illərdə bildiyimiz kimi Fransa Elzas və Lotaringiya vilayətlərini itirsə də 1919-cu illərdə Versal müqaviləsi ilə geri qaytarılmasına nail olmuşdu. Eyni zamanda Almaniyanın sənayesi üçün mühüm əhəmiyyət kəsb edən Sarı vilayətinin 15 il müddətinə Millətlər Cəmiyyətinə verilməsi də Almanya üçün böyük bir zərbə idi. Eyni zamanda Almanya öz öhdəsinə götürmüşdür ki, Avstriya ilə birləşməyəcək, həm də ki, Şərqi Almaniyanın bir hissəsi Poznan və Qərbi Prusiya Polşaya verilməli idi. Almanya eyni zamanda hərbi maşınının zərərsizləşdirilməsi istiqamətində də bir sıra öhdəliklər götürmüşdü ki, quru ordunun maksimum 100 min nəfərə qədər hərbi xidmətin ləğv edilməsi, məcburi hərbi xidmət ləğv edilmişdi, hərbi hava qüvvələri tamamilə ləğv edilmişdi, donanma kəskin şəkildə ixtisar edilmişdi, Reyn çayının hər iki tərəfi isə sızlaşdırılmışdı ki, bu da Fransaya qarşı təhlükəni önləmək üçün ordu saxlamaq qadağan edilmişdi. Eyni zamanda bu müqavilələrlə yanaşı digər dövlətlərlə də Avstriya, Bolqaristan, Macaristan və Osmanlı dövlətləri ilə də bir sıra müqavilələr imzalanmış. Bu müqavilələrin ortaq cəhətləri ondan ibarət idi ki, Almanya kimi ərazilərin bir hissəsini qonşu dövlətlərə verməli və hərbi qüvvələrini məhdudlaşdırmalı və təzminat ödəməli idilər. Avstriya ilə Saint-Germain, Bolqaristan ilə Neyi, Macaristan ilə Trianon, Osmanlı ilə Sevr müqavilələri. İmperiyanın dağılması nəticəsində yeni Avropa xəritəsi. Dedik ki, Versal sülh müqaviləsi nəticəsində bir sıra ərazi itkilər həyata keçirilmiş və bu ərazi itkiləri nəticəsində yeni müstəqil dövlətlər yaranmış, xəritənin geosiyasi mənzərəsi tamamilə dəyişmiş Polşa, Çexoslovakiya və Yugoslaviya. Kövrək sülh və gələcək münaqişənin toxumları haqqında danışdıq. Məcburiyyət qarşısında qəbul və dərin narazılıq Məcburiyyət qarşısına qəbul Almanya yeni bir müharibə riskini gözə almaq istəməyərək bütün ağır şərtlər və hərbi ərazi itkilərinə qəbul etdi. Diktə edilmiş sülh formatı xüsusilə də müharibənin yeganə günahkarı elan edilmək və ağır iqtisadi yük Alman cəmiyyətində qisasçılıq hisslərini alovlandırdı. Bununla da 1-ci Dünya müharibəsinin yekunları olan Versal sülh müqaviləsi haqqında danışdıq. Bu kimi videolardan xəbərdar olmaq üçün abunə olmağı və videonu bəyənməyi unutmayın. Sağ olun.